Yazın ən gözəl vaxtlarıdır. Güllər, çiçəklər və ən əsası bol-bol meyvələr. Mən alçanın sezonunu səbirsizliklə gözləyənlərdənəm, çünki alçanı çox sevirəm. Alça döyülməsini isə daha çox sevirəm. Artıq hər yerdə bol-bol alça var və alça döyülməsi hazırlamağın vaxtıdır. Döyməci müxtəlif üsullarla hazırlayırlar. Əlavə turşulardan istifadə edənlər olur, sarımsaq əlavə edən olur. Mən hər il eyni qayda ilə hazırlayıram bu üsulla. Bu dəfə əlavə olaraq istədim ki, biraz limonun suyundan istifadə edeyim. Mən istifadə etdim sadəcə alça, bir dəstə nanə, sumaq, duz və azca limon suyu. Qeyd etmək istəyirəm ki, limon suyu əlavə etmək alçanın dadına təsir etmir, çünki alça özü də turşu olduğu üçün heç bir dəyişiklik olmur. Amma yenə də çox dadlı olur, inanın. Əgər alçanı sevirsinizsə və hazır alçanın sezonu ikən mütləq və mütləq alça döyülməsini hazırlayıb dadına baxmalısınız. İzləyən hamıya təşəkkürlər. Sağ olun.